Ağay Qurizadə nə türlü camiədə etibar və etimad qazanır? Əgər sizin camiədə etibar qazanırsan, etimad qazanırsan, hər nəyin başı əvvəldə tərəf gələk özünə ehtiram qoyur. O zaman ki, sən camiədə özünə ehtiram qoyursan, camiədə etibar qazana bilməzsən. Bizim zamanlar əvvəldə gələk özlərinə ehtiram qoyurlar. Çünki nümayəndə xanəvalılar hər yer ki, istimal çəklərdir. Əvvəl gələk özünə ehtiram qoyurlarsan, ehtiram qoyurlarsan camiədə etibar cəmləyəcəksən. Etibar cəmiyyəti camiə sənə etimad edəcək. Bəs əvvəl ehtiram, ikinci etibar, üçüncü etimaddır. Və bunun kənarında bizim məzələr dərs oxuya sənət öyrənirlər. Sənət öyrənirlər, məharət öyrənirlər, ta eləyə bilərək pul çıxardarlar. Yadınızda qalsın, hər nə qədər pul çıxarsınız, xoşluqlaşacaqsınız. Hər nə qədər çox pul çıxarsınız, çox xoşluqlaşacaqsınız. Qudrətmənd olacaqsınız. Sualımız vardır qudrət. Qudrət yəni iqtidar. Qudrət yəni nüfuz. O yer içki deyilsin, burada nüfuzun olan, etibarın olan. O, əvvəldə gələk pul çıxartmağı öyrənəsiniz. Dərs oxuya, məharət öyrənir. Ta elə biraz camiədə etibarınız olan. Əlbəttə, bunun kənarında əvvəldə gələk özdə ehtiram qoyarlarsınız. Ta özdə bu zəminəni yaradır. Özünüz sənət, məharət öyrənir, günü-günə işlət edirsiniz. Nəinki haşiyə çəkilməklə özünü ilan edirsiniz. Bəs əvvəlimci axırıncı söz sizlərə hezar uçarsa da o çaharda bu olsun əzizlər. Hər yanda olursa olun, sağ qalın, səlamət yaşayın. Özünüzə ehtiram, etibar və ehtimat qazanın. Məğfər olsun.